Bir oyun var. Adını bilmərsən. Qaça bilməzsən. Sadəcə bir sual var. Hazırsanmı? Mən İnnur, YouTuber İnnur. İnternet tarixində minlərlə oyun yaradılıb. Bəziləri əyləncə üçün, bəziləri isə sadəcə vaxt keçirmək üçün. Ancaq bir oyun var ki, nə Google-da tapa bilərsiniz, nə də App Store-da. Onun adını belə bilmirsiniz. Çünki adı yoxdur. Sadəcə bir link və bir cümlə. Hazırsanmı? Bu oyun 2014-cü ildə Deep Web forumlarının birində peyda oldu. İlk baxışdan sadə görünürdü. Qrafik yox, personaj yox, hətta musiqi də yox. Sadəcə qara fonda ağ yazılar və ilk tapşırıq. Bir şəkil çək, bu şəkil real olmalıdır. Sadə amma burada qəribə bir şey vardı. Oyuncular tapşırığı yerinə yetirdikdən sonra həyatlarında anormal hadisələr baş verməyə başladı. Telefon zəngləri, ancaq səs yox. Evlərin yaxınlığında qəribə sülyetlər görünürdü. Gecələr qapı döyülürdü, amma qapının arxasında heç kim olmurdu. Oyunun ikinci mərhələsi daha da dəhşətli idi. Yeni tapşırıq. Bir sir paylaş, amma bu sir sənə aid olmalıdır. Oyunçular şəxsi həyatlarının ən qaranlıq sirrini yazırdı və elə o gündən sonra onların həyatında qəribə bir zəncirvari dəyişiklik başlayırdı. Sanki oyun bu sirləri birini ötürürdü. Kimə? Bunu hələ də heç kim bilmir. Araşdırmaçılar bu oyunu tapmağa çalışdı. Bəziləri düşünürdü ki, bu sadəcə sadist hackerların bir tələsidir. Digərləri isə bunu süni intellekt tərəfindən yaradılmış sınaq olduğuna inanırdı. 2016-cı ildə bu oyunla bağlı ilk ölüm hadisəsi qeydə alındı. 17 yaşlı bir gənc ikinci mərhələdən sonra yoxa çıxdı. Onun otağında sadəcə bu söz yazılmış bir kağız tapıldı. Oyun hələ bitməyib. İddialara görə bu oyunu dayandırmağın yalnız bir yolu var. Tapşırığı yarımçıq qoymaq. Amma bu o deməkdir ki, sən oyunla birgə zamansız bir gözləmə rejiminə düşürsən. Heç vaxt bitməyən bir loop. Həyatın sanki pauzada qalır. İnsanlar sənin dəyişdiyini hiss edir, amma sən heç nə anlamırsan. Sadəcə içində bir səs təkrar edir. Davam et, davam et. Bu oyun realdırmı, yoxsa bu sadəcə bir şəhər əfsanəsidir? Ola bilsin ki, bu sualın cavabı sənin öz əlindədir. Çünki oyunu tapmaq çox asandır. Sadəcə Deep Web-ə daxil ol və biraz axtar. Amma unutma, başlamadan əvvəl 2 dəfə düşün. Çünki bu oyun sadəcə sənin zəkanı deyil, həyatına da nəzarət edir. Oyuna bir dəfə daxil oldunsa, artıq çıxış yoxdur. Sonda bir sual. Hazırsanmı? Çünki bu sadəcə oyun deyil, bu sənin son qərarın ola bilər. Bəzən oynadığımız oyunlar gerçəklikdən daha da təhlükəli olur.